Hamıya salam. Bugün sizlərlə keçən dərs keçdiyimiz mövzunun ardına keçmək istəyirəm. Tonların ətraflı izahını verəcəm. Keçən dərs dediyimiz kimi Çin dilində 4 ton var və neytral ton deyilən 5-ci tondan da istifadə olunur. Bəs öyrəndiyimiz 4 tonlar hər zaman eyni ilə səsləndirilir ya yox? Bunu dəqiqləşdirəcəyik. Gəlin ni hao sözünün üzərində yoxlayaq. Ni hao. Ni sən deməkdir. Hao isə yaxşı. Ni hao sözü birlikdə salam mənasında istifadə olunur. Burada hər ikisi üçüncü tonda istifadə olunur. Ni hao. Bu tonun iki dəfə ard-arda istifadə olunması deyilişdə çox çətinlik yaradır. Ona görə də biz sonuncu tonu olduğu kimi saxlayırıq, yəni hao hissəsi olduğu kimi qalır. Sözün birinci tərəfindəki hissə tonu dəyişiləcəkdir. Yəni ni ikinci tona çevrilir. Hao isə olduğu kimi qalacaq. Ni hao formada səsləndirəcəyik. Bu qayda üçüncü tonda olan bütün sözlərə aiddir. Yalnız ard-arda sadalanılan üçüncü tona aiddir. Arada bəzən başqa tonda yerləşirsə, bu qayda tətbiq olunmayacaq. Yalnız ard-arda olan tonda istifadə olunacaqdır. Məsələn, wo üçüncü tonda, sen üçüncü tonda, hao üçüncü tondadır. Hər üçü də üçüncü tonda olduğuna görə wo'nu ikinci tona, sen'i ikinci tona dəyişəcəyik. Hao isə üçüncü tonda qalacaqdır. Deməli, ən sonuncu söz hansıdırsa o üçüncü tonda qalır. Ondan əvvəl neçə dənə üçüncü ton varsa hamısı ikinci tona dəyişiləcək. Olacaq. Wo很好. Wo mən.很çox. Hao yaxşı deməkdir. Wo很好, mən çox yaxşıyam mənasında istifadə olunur. Gördüyünüz kimi Çin dilinin çox asandır. Heç bir şəkilçi sonluq olmadan sözləri ard-arda yerləşdirməklə cümlə qurmağımız mümkündür. Wo很好, mən çox yaxşıyam. Bəs 3 yox, 4 söz üçüncü tonda olarsa onda necə? Bu qayda yenə tətbiq olunacaq. Bəli, əlbəttə ki, tətbiq olunacaq. Məsələn, 我也很好sözünə baxaq. 我也很好, mən də çox yaxşıyam deməkdir. Ye daha də mənasında istifadə olunur. Daha də həmçinin deməkdir. 我也很好sözünü biz tələffüz edən zaman 我ikinci tona çevriləcək. Ye ikinci tona çevriləcək. Hın həmçinin ikinci tona çevriləcək. Yalnız hao üçüncü tonda qalacaq. Ən sonuncu söz üçüncü tonda qalır. Ondan əvvəlki bütün üçüncü tonlar ikinci tona çevrilir. Bəs başqa hansı istisnalar var? Gəlin onlara da baxaq. Çin dilində birinci tonun ikinci və üçüncü tona keçməsinə baxacağıq. Bu dəyişiklik yalnız i hieroqlifində baş verir. I bir rəqəmidir. Əgər bir rəqəmi təklikdə oxunursa, onda hieroqlifin tələffüzündə biz heç bir dəyişiklik etməyəcəyik. Birinci tonda tələffüz olunacaqdır. Amma hieroqlif əgər ikinci, üçüncü və birinci tonlardan əvvəl gələrsə, bu o deməkdir ki, məsələn, özündən sonra birinci tonda olan hər hansı bir söz gələrsə, ikinci tonda olan hər hansı bir söz gələrsə, üçüncü tonda olan hər hansı bir söz gələrsə, i sözünün tonu dördüncü tona dəyişiləcək. Yəni, biz onu i formasında yox, i formasında tələffüz edəcəyik. Tiən sözü gün deməkdir. Yəni, bir gün kimi tələffüz edəcəyik. Niən il deməkdir. Yəni, bir il. Ben numerativ sözdür. Bir nüsxə mənasında kitablarla istifadə olunan numerativ sözdür. İ sözündən sonra dördüncü ton gələrsə necə olacaq? Yalnız dördüncü tonda söz fərqlənəcək. Məsələn, I dənə sözü dördüncü tonda olan sözdür. İ sözü bir numerativ sözü ilə birlikdə istifadə olunanda diyişana, yəni birinci tonda yox, ikinci tonda istifadə olunacaq. İ-qı olacaq bir dənə. İ rəqəminin tonunun dəyişilməsi özündən sonra gələn sözdən asılıdır. Əgər özündən sonra birinci tonda, ikinci tonda və üçüncü tonda söz gələrsə, i rəqəmi birinci tonda yox, dördüncü tonda tələffüz olunacaq. Əgər özündən sonra dördüncü tonda söz gələrsə, i rəqəmi birinci tonda yox, ikinci tonda tələffüz olunacaq. Bugünlük bu qədər. Növbəti dərslərimizdə görüşərik. Kanalımıza abunə olmağı unutmayın. Hələlik.